Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu dəfəki videomuzda özümün tərtib etdiyim biokimiyaya aid olan bir məsələ izahını qeyd etmək istəyirəm. Demək, məsələmiz belədir ki, DNT molekulunda 9 dənə nukleotid var. Bu molekulda 3 rabitə yaradan nukleotidə rast gəlinmir. 3 rabitə yaradan nukleotid hansıdır? Zəncirin əvvəlində və sonunda yerləşən adeninlə timin nukleotidir. Buradan biz o qənaətə gəlirik ki, DNT zəncirinə baxsaq bu şəkildə. Onun əvvəlində də, sonunda da guaninlə sitozin yerləşir ki, bunlar 4 rabitə əmələ gətirmiş olacaq. Adeninlə sitozin olsaydı 3 rabitə əmələ gətirərdi. Amma bizdən 3 rabitə yaradan nukleotid yoxdur deyir, rast gəlinmir deyir. Ona görə zəncirin əvvəlində də, sonunda da guaninlə sitozin yazdıq. Sonra bizə deyir ki, 5 rabitə yaradan nukleotidlərin sayı 4 rabitə yaradan nukleotidlərin sayından 100 ədəd çoxdur. Mən 5 rabitə yaradanları x kimi götürsəm, onda 4 rabitə yaradanları nə götürməliyəm? X çıxılsın 100 kimi götürməliyəm. Çünki 5 rabitə yaradanlar çoxdur da, 4 rabitə yaradandan onda 100 ədəd az olacaq. Ona görə də x-dan 100 çıxdım, 4 rabitə yaradanı yazdım. İndi bizim bu nukleotidlərimizin cəmi də 900-ə bərabərdir. X üstə gəlsin, x çıxılsın 100 bərabərdir 900-ə. 2x bərabərdir 1000-ə. X da bərabərdir 500-ə. 5 rabitə yaradanlar nukleotidlər hansılardır? Molekulun ortasında yerləşən guanin və sitozin. Yəni bizim 500 dənə nukleotidin 250 dənəsi ortada yerləşən guanindir və 250 dənəsi də ortada yerləşən sitozindir ki, bunlar nədir? 5 rabitə yaradır. Bundan 100 ədəd az da 4 rabitə yaradanlardır ki, 500-dən mən çıxacam 100-ü, tapacam ki, burada 400 dənə 4 rabitə əmələ gətirən var. Bu 4 rabitə əmələ gətirənlər içərisində 2 dənəsi molekulun yuxarısına baxsaq, guaninlə sitozin, 2 dənə də molekulun sonundakı guaninlə sitozindir. Bu 400-dən həmin o 4-ü çıxsaq, yerdə qalacaq 396 dənə nukleotid ortadakı adeninlə timinə. Çünki molekulun ortasında yerləşən adeninlə timin nədir? 4 rabitə yaradır. 396-nın da yarısı adenin, yarısı timin olduğuna görə biz burada 198 dənə adenin qeyd eləmiş oluruq və 198 dənə də timin qeyd eləmiş oluruq molekulun orta hissəsində. Bizdən nəyi istəyir? Hidrogen rabitələrinin sayını istəyir. Bizim də belə bir düsturumuz var. Hidrogen rabitə bərabərdir. Ümumi nukleotid üstə gəlsin. Guanin və yaxud da sitozin sayı. Ümumi nukleotidimizin sayı 900 dənədir. Guaninə gələndə, guaninin 250 dənəsi molekulun ortasındadır. Bir dənəsi molekulun əvvəlində və bir dənəsi də sonunda. Bunları topladığımız zaman cavabımız eləyir 1152 rabitə. Belə əzizlərim, bu dəfəki izahımızdan bu qədər. Sağ olun, hələlik.